Buradan deməli TIM Toplu 2025 halogenlərin müqayisəli xassələri suallarda seçmişsiniz, vermişsiniz. 11-ci sualdan başlayacaq. Əgər izah zamanı nəsə sualınız yaransa verin, yaxşı. Sublimasiya prosesində nə dəyişir? Uşaqlar, sublimasiya nədir? Maddənin bərk haldan birbaşa qaz halına keçirməsi. Əgər maddə bərkdən haldan birbaşa qaz halına keçirsə, bu zaman nə dəyişir? Deyir ki, maddənin həcmi, təbii ki, həcmi dəyişir. Qazın həcmi bərkdən çoxdur, deməli həcmi dəyişir. Aqreqat halda da dəyişir. Aqreqat halda dəyişir, bəlkili olduğu qaz dəyişir. Molekullar arasında məsafə dəyişir, əlbəttə dəyişir. Burada molekullar daha yaxın yerləşir, burada molekullar çox uzaq yerləşir. Dəyişir. Tərkib amma dəyişməz. Yəni sən burada tutaq ki, deyək, sublimasiya bir maddə götür. Sublimasiya maddə məsələn yod. Burada da yod ikili, burada da yod ikili. Qazı da budur, bəlki də budur. Aydındır? Davam edək sonra. Düz deyim, 4 dənədən 3 nəticə düz ola bilər. Mən bildiyim maksimum 2 dənə düz ola bilər. Harada yazılıb bir şeydən? Harada öyrənmişsən? Var mı elə bir cavab? 1, 2, 3 cavabı? Yox, o yox. 4 dənədən mən maksimum 2 dənə düz gəlir. İndi 3 dənəsi gəldi də. Ola bilsin 4-ü də uyğun gələ bilər. Adətən elə olmur, amma elə olmamaq, adətən elə olmur, amma elə bir şey də yoxdur da, ola bilər də. Niyə olmasın ki? Düz amma düzdür, hamısı. Yəni, belə bir şərt yoxdur ki, mütləq bir dənə səhv olmalıdır, belə bir şərt yoxdur. Sonra 10 neçə demişsiniz? 17. Deyir ki, H-flor, H-xlor, H-brom, H-yod istiqamətdə maddələrin rabitənin polyarlığı və turşuluq xassəsi soldan sağa bizi dəyişir. Ümumiyyətlə, uşaqlar, bir şey deyim sizə. Bu H-flor, H-xlor, H-brom, H-yoda gəlməmişdən qabaq, dövrü cədvəldə flor gəlir, sonra nə gəlir? Xlor gəlir, sonra nə gəlir? Brom gəlir, sonra yod gəlir. Düzdür? Yuxarıdan aşağıda radius nə olur? Artır. Florin deyək radiusu budur, xlorda budur, bromda budur, deyəcəmdir. Yodda da budur. Elədir? İndi bəs elektromənfilik necə? Azalır da. Elektromənfilik azalır. Ən böyük elektromənfi element nədir? Flor. Əgər sən hidrogenlə floru qoysan yanaşı, elektronlar flora daha yaxın olar. Flora nə olar? Daha yaxın olar. Daha yaxın olduğu üçün flor daha mənfi yüklənər. Daha mənfi yüklənər, daha müsbət olar. Daha polyar molekul yaranar. Daha nə yaranar? Polyar molekul. Amma hidrogenlə xlor birləşəndə biraz elə ki, biraz daha ortaya doğru. Hidrogenlə brom birləşəndə biraz daha Reaksiya gedir də. Hidrogenlə yod birləşəndə daha da biraz elə bir mərkəzə daha yaxın olur. Yəni flordan yoda doğru polyarlıq, elektromənfilik azaldığı üçün bunların elektromənfilik fərqi də azalır. Elektromənfilik fərqi də nə olur? Azalır. Fərq nə qədər azsa polyarlıq da o qədər azdır. Fərq nə qədər böyüksə polyarlıq da o qədər böyükdür. Çünki polyarlıq qütblük deməkdir. Müsbət və mənfi qütb. Arada nə qədər böyük fərq olsa elektromənfilik fərqi. Maddə o qədər polyar olur. Yəni rabitə o qədər nə olur? Polyar olur. Yəni turşuluğa. Hansı turşu daha qüvvətli turşudur? O turşu ki, hidrogeni rahat verir. Hidrogen nə edir? Rahat. Onu hidrogen, ondan hidrogen qoparmaq daha rahat. Uzağa olan. Deyək ki, bu hidrogen molekuludur. Bax, Artar da. bu deyək hidrogen molekuludur. Hidrogen molekulu hansının mərkəzinə daha yaxındır? Birincisinə. Flora mı, xlora mı, broma mı, yoda? Yodda mərkəzdən hidrogen çox uzaq olduğu üçün rahat qopur. Rahat deyil. Ona görə H-yod daha güclü turşudur. H-bromdan. H-brom daha güclü turşudur. H-xlordan, o da güclüdür H-flordan. Yəni bunların içərisində ən güclü turşu hansıdır? H-yod. Ödül turşusu. Aydındır. O zaman polyarlıq azalır, turşuluq xassəsi artır. Artır. Azalır, artır, cavab deyil. Maraqlı sualdır bu. Aydındır. Turşuluq xassəsi artır. Polyarlıq azalır. Rabitə nədir ki? Polyar, rabitənin polyarlığı da. Bayağı izah elədim, amma birinci onu izah elədim də, müsbət mənfi yazmışdım ha. Elektromənfilik fərqi nə qədər böyüksə, rabitə o qədər polyardır. Deməli, demişdik ki, hidrogenlə flor arasında elektromənfilik fərqi daha böyükdür, hidrogen və xlor arasında. Elektromənfilik fərqi nə qədər böyük olsa, sağ və sol hissənin qismən mənfi, qismən müsbət yüklənməsi də böyük olur. Elə ki, bunun mənfisi ilə, bunun müsbəti, burada daha böyük fərq var arada. Burada fərq biraz balacadır. Fərq nə qədər böyük olsa elektromənfilik fərqi. Rabitə o qədər polyar olur. Aydındır? Sonra. Hansı qaz adi şəraitdə suda yaxşı həll olur? Bayaqki sualda incisidir bu.
Bunların təsnafası yaxşıdır, H4 da yodid turşusu verir. Suda əlli olur, yodid turşusu verir. Yəni cavab olacaq Y bəndi. 33. Sonra 33. 33 də qrafik deyil. Baxarıq da. Deyir, hidrogen halogenlərin suda məhlulda turşuluq xassəsi onun molyar kütləsindən asılıdır. Birinci, bu qrafiklər düzgün deyil uşaqlar. Çünki hər birinin turşuluq xassəsi müəyyən bir nöqtəyə uyğun gəlir də. Mənim onları birləşdirmək haqqım yoxdur. Molyar kütlə H flor, H xlor, H brom, H yod istiqamətində molyar kütlə nə olur? Artır. Eyni zamanda turşuluq da artır. Amma bir məsələ var. Bu turşuluq xassəsi bu X-dən işarə edir. Bu nöqtə olmalıdır. Neçə dənə nöqtə olmalıdır? 4 dənə nöqtə olmalıdır. Deyək bu H flora uyğun nöqtədir, bu H xlora uyğun nöqtədir, bu nə bilim H yod broma uyğundur, bu da H yod olur. Bəyə bənzəmir axı görünüş olaraq, ona tər olur. O bənzəmir çünki 4 dənə nöqtə olmalı idi əslində. Birləşdirmə- Müəyyən bir şərait üçün, hər bir şərait üçün fərqli ola bilər. Birləşdirmə olmanın birləşdirəndə də bənzəmir də. Biz birləşdirmək düzgün deyil, ona görə burada əslində 4 dənə nöqtə olmalı idi. Həm də Bizdə müəyyən şəraitdə temperaturu təzyiqi dəyişsə, həll olma qabiliyyəti də dəyişir. Həm də birləşdirəndə də bənzəmir heç. Heç bənzəmir, düzdürsə. Sadəcə olaraq mən təsadüfi çəkdim. Yəni mənim çəkdiyim də ideal düz məsələsi deyil. Birinci burada temperatur və təzyiqi bilməlisən ki, çünki qazların həll olması təzyiqlə düz asılıdır, temperaturla tərs asılıdır. Onlar hər bir şərait üçün fərqli ola bilər bu göstərici. Amma artan istiqamət olacaq da. Burada indi beyni məcbur götürürük, amma əslində bu qrafik səhvdir, belə olmamalı idi. Mən axtardım, axtardım. Ya da artan məcbur beyni götürürük. Bu cür cavabın bu cür verilməyi düzgündür. Sonra 35. Xlor və yod üçün hansı ifadələr doğru deyil? Söhbət xlordan və yoddan gedir. Xlordan və yoddan. Deyir, hər ikisi hidrogenlə reaksiyaya daxil olur. Bəli. Xlor işığın təsirindən girir, hə? Bəli. H yod verir, H xlor verir. Yod isə temperaturun təsirindən girir. Da H yod verir. O zaman burada hər ikisi doğrudur. Doğrudur. Kürlə reaksiyaya daxil olur. Yod kürlə reaksiyaya girmir, amma xlor kürlə reaksiyaya girir. S xlor 2 və yaxud da S2 xlor 2 verir. Bu doğru deyil, ortaq deyil. Kalium bromdan bromu çıxarırlar. Xlor kalium bromdan bromu çıxarır. Xlor nə edir? Çıxarır. Amma yod çıxara bilmir. O zaman bu da ortaq deyil. Bizə demişdi doğru deyil, hə? Hər ikisinin ortaq olan xüsusiyyət istəmir. O zaman cavab 2-3 götürəydi. İkisi üçün bu biraz bir sualını qoymuşum. O sırf bulondan yanlış fiyorla. Nəzəriyyə deyəsin. 100%. Sonra 37. hansı oksidaşma prosesi sulu məhlul elektroliz zamanı getmir? Yəni uşaqlar, biz bilirik ki, hər hansı bir duzun suda məhlul elektroliz edəndə anoda nə gedir? Anoda. Əgər şürd olsa, yod olsa, brom olsa, xlor olsa, bunlar özləri gedir. Bunlar nə edir? Özləri. Söhbət suda məhluldan gedir. OH mənfi, oksigeni turşuqanlar və flor. Bunlar özləri getmir, su gedir. Nə gedir? Su gedir. Yəni sulu məhlulda flor getsin, elektron versin, buna çevirsin, belə bir şey mümkün deyil. Aydındır? Çünki flor özü getməz, su gedər oksidləşən anodda. Bu elektroliz dərsi ilə bağlı idi. Aydındır? Hətta nəzəriyyədə yazmış ki, floru yalnız əridir elektrolizini alırlar. Xlor brom yodu isə duzunun, həm məhlulun, həm də ərintisi elektrolizini almaq olar. Çünki flor ərintisi olsa bu olar. Amma suda məhlul olanda flor özü getmir, suyu göndərir. Göndərir deyə də su oksidləşir də orada. Ben de sıralama fikirləşmə çox fikirləşmə. Sonra 47. deyir ki, kaliumdan xlor, bu məhsulları verir bizə, elə? Bəli. Kalium xlor, kalium flor, kalium xlor. Bunlar alınır. Hansı maddənin həm əritisi, həm də məhlul elektrolizindən halogen almaq olar? Flordan məhluldan almaq olmurdu da, elədir? Kalium xlorun və kalium bromidin həm əritisinin elektrolizindən və suda məhlul elektrolizindən almaq. Az əvvəl izah elədiniz ki. Yalnız florun duzudur ki, onu ancaq əritisindən almaq olur. Suda məhlul elektrolizindən almaq olmur, çünki anodda oksigen alınır, flor yox. Sonra 49. İçməli su, bu əslində çətin sual deyil. Bu informasiya xarakterli sualdır. Gəl oxuyaq da. İçməli suyun dezinfeksiyasında xlordan, hovuzların dezinfeksiyasında həm xlordan, həm bromdan istifadə olunur. Xlor qazlı suya əlavə etdiyi hipoklorid turş səbəbinə gəlir ki, onunla parçalanması alınan atomlar oksigen bakteriya öldürücü təsir göstərir. Bromun su reaksiyasında zəif sürətlə gedir, ona görə də
Həsr uzun müddətlidir. Həftəlik normal. Həftəlik normal. Nə? Həftəlik normal. 500 litr, 5000 litr, yəni 5 tonluq bir hovuz üçün bu qədər litr xlordur, bu qədər də bromdur. Suya əlavə edilən halogenlərin cəmi molekul sayını istəyir. Oğlan, bu xlor 2 var özü. Yəni 1 molu. Neçə qramdır bunun? Neçə qramdır? 71 qram. Bizdə nə qədər var? 17 neçə? %70. Bu neçə moldur? 4 dəfə. 4 dəfə. %25. Tuta bizdə 25 mol xlorun var əlində. Brom üçün gəlin savab var. Görək brom nə qədər var biz. Bromun 1 molu 160 qramdır. Neçə qramdır? Bizə 40 qram verir. Bu da 4 dəfə azdır. O da sıfırda bizdə 25 mol. O zaman cəmi neçə mol var əlində? Cəmi neçə mol var? Sıfırda bizdə 5 mol. Sıfırda onda 5 mol. Sıfırda bizdə 15 mol neçə say nə qədərdir? 1 mol, istənilən şeyin 1 molun sayı nə qədərdir? Altta bizdəki brom üstü. 3'ten %1 brom üstü 23. Bu qədər. Söhbət bundan gedir də. Ötər yəni bir 10'da 5 eləmədi təhcənə. 10'da 5 eləmədi. Təkcənə nə? Bu 0,25 mol brom lazımdır. 0,25 mol da xlor. Cəmi neçə mol qaz lazımdır? Neçə mol maddə? 0,5 mol. 0,5 mol maddənin sayı nə qədərdir? Bu qədər. Burada nə var ki? Aydındır. Sonra 51. Eynisidir də bu. Yazmıyor. Yazın bunu yoksa öz elərsiniz. Burada nədir ki? Bitki zərər vəziyyətinə qarşı istifadə olunan pestisidlərin istifadəsində, istehsalında geniş istifadə olunur. Özümüz eləyik. 200 mol xlor lazımdır, 100 mol da brom lazımdır. Kütlə hesabında deyir, 200 mol xlor neçədir qram? Burası burada xlor 2, brom 2-dən istifadə edəcəksən də bilirsən də yəqin. Sonra. Xlor brom deyəndə yəni 53 söhbət ondan gedir. Yox, burada bir məsələ var. 200 mol xlor atomu lazımdır. Əgər xlor 2 götürəcəmsə, 100 dənə. onda olacaq 100 mol. Neçə mol? 100 mol bundan lazımdır sənə. 602 brom. Bu da 100 mol brom atomu deyirsə, o da 50 mol brom götürəcəksən. Bunların kütləsi hesab olmaq lazımdır bizdə. Hə? Bunların kütləsini hesab edirsən, sonra da kiloqrama çevirirsən. Çünki sən burada kütlə tapsan, qram olacaq. Birbaşa ilə onlarla işləyəkdir. Bu iş demir. 200 xlor, 200-ə burada bu neçə eləyir? 7100. 7100 qram bu eləyir. Kiloqrama çevirəndə 7 onda 1 kiloqram. 8000 eləyir, 8 kiloqram. 8000 kiloqram, o da 8 B var ya. B var. Çox hansı vaxt çətindir ki bunların? Ben şimdi ben şart yok dedim başa. 50 istedim ben. Neçə? 55. Bunlar hamısı rahatdır. Bu mətnlər sadəcə məlumat xarakterlidir. Xlor və azotdan ibarət qaz qarışığının 100 ml-ni normal şəraitdə kalium yod məhluluna buraxılırda bu qədər yod alınmışdır. Bilirsiniz ki, kalium yod ilə azot reaksiya girməz. Nə girməz? Azot. Bununla girən xlordur. Bununla girən nədir? Xlordur. Alınır kalium, xlor və yod. Elədir, elədir. Hə? Və deyir, bu prosesdə nə qədər yod alınıbdır? 0,508 qram alınıbdır. Normalda bunun 22,4 litri girəndə, neçə litri? Nə qədər yod alınır? 254. 254 dedik. 200. Nəyə vururuq ki? Yod 2 də alınır. Bunun 2'ye varan neçəydi? 254. 254 qram alınır. Elə 2002'ye vururuq çevirilməsi. Mində 2'ye vururuq. Bunu 2'ye vurub 1000'ə bölək. 2'ye vur bunu. 44.88. 1000'ə böl. 0.4 nəsə 448 eləyir. Bu eləyir də. Bəli. Yox, bir dənə sıfır. Hə, bir dənə. Bu qədər litr eləyir. Bunu millilitrə çevirəndə də 1000'ə vuracam. Eləcə neçə? 44,8 millilitr. Deməli o zaman bu 100 millilitr var idi ya bu. Bunun 44,8 millilitri. Budur. 55,2 millilitri də azotdur. Bizdə nə istəmişdik? Azotun həzm payı elə 55,2. Cəmi elə 100-də axı. Aydındır. Sonra 59'a baxırıq. Hansı reaksiyada alınan qaz halında maddə adi şəraitdə suda yaxşı həll olur?
yox, suda yaxşı həll olunca gel maddələri alaq. Burada alınır natrium N2 və oksigen. Oksigen suda pis həll olunur. Burada alınır CO, CO suda pis həll olunur. Burada alınır kalium 2, manqan O4, manqan O2 və oksigen suda pis həll olunur. Burada alınır NH3 və HYod. Bunlar işte suda. Bu suda yaxşı həll olur. Bu da suda yaxşı həll olur. Burada alınır sink klor 2 və hidrogen qazı suda pis həll olur. Cavab B bəndidir. Həm amonyak, həm də ki hidrogen yodid suda yaxşı həll olur. Ben kalium mangan oluyordu. Haşmana böyle salmasa o içine madde alınırdı. Aşkolona salında xlor alınır. Kalium klorid, manqandır. Salmayanda ama onu alınırdı. Salmaq deyil, parçalamaqdır. Salmıyor. Parçalayanda oksigen alınır da laboratoriyada alınması da oksigen. Ondan sonra tersine şey. Sonra 65 gəlir də, hə? Uşaqlar, X, Y, Z halogenlərin hidrogenin birləşmənin turşuluğun azalma sırası. Bilirsən də turşuluğun azalması necə idi? Yəni H daha güclü turşudur. Nədən? H brondan, o da güclüdür H flordan, o da güclüdür H flordan. Belə idi də turşuluq, eləmi? O zaman Y, Z, X bunlardan biridir də, elə? Deyir ki, Y X-i çıxarar. Y, yəni yod ya xloru ya floru çıxarar. Yalan deyil, belə şey mümkündür. Elə? X Z-i çıxarar. X Z-i. Xlor bromu, flor xloru çıxarar. Bu da olur. Buna bir ağır, buna bir kuş. Sonra Z Y-i çıxarar deyir. Z Y-i çıxarar da zəif bu çıxar. Bu da doğru. Yəni bilmirəm amma hansıdır konkret. Amma sıranı bilirəm də. Aydındır? 2 və 3 doğru. Sonra Bir dəqiqə. Flor ən tərsinə deyir var. bu turşuluq xassəsidir. Orada isə çıxarmaq edir. 67. Bu yenə şey verib qrafik. Yəqin ki yenə orada nəsə qrafiksiz olmayacaq. Deyir, hansı qrafik xlor, H1, H4 turşuların öz reduksiya edicilik qabiliyyətini, onların turşuluq xassəsini artıq düzgün əks etdirir. Bunlarda necə idi uşaqlar reduksiya edicilik qabiliyyəti o sırada? Orada xüsusi olaraq qeyd eləmişdim. Bax bir dənə nəzəriyyə. H-flor, H-klor, H-brom, H-yod istiqaməti. Ən sonuncu səhifədə vermişəm. Ən sonuncu səhifədə vermişəm. Reduksiya edicilik qabiliyyəti necə dəyişildi? Dur. H-yoda doğru getdikcə artırdı da, elə deyildi. Bəli, artır. Eyni zamanda turşuluq xassəsi də artır. Elədir? O zaman hər ikisi artırsa, artan bir şey olur. Məcbur beyni götürəcək. Sadəcə olaraq hər bir turşuluq oyuncalar hər bir reduksiya edicilik vardır. Məcbur beyni götürürük. Amma bunu qrafikdən verməyi biraz düzgündür. Sonra 71. deyir ki, müsbət oksidaşma dərəcəsi göstərmir. Bu flor deyildi uşaqlar, yalnız 0 və mənfi olurdu. O zaman bu flor 2-dir. Bu nədir? Flor 2. Həm oksidaşma həm reduksiya edici ola bilər. Həm oksidaşma həm reduksiya edici hamısı ola bilir. Adi şəraitdə bəlkə olanır, bu yoxdur. Bu yoxdursa bu da ya xlordur, ya da bromdur da, bunlardan biridir. Elədir? İndi görək burada sonra nə deyəcək. X-Y-Z 7-ci qrup atom elementləri olduğunu bilərək, yəni halogen olduğunu bilərək, onların oksidaşçilik xassəsinin artma sırası. Uşaqlar, flor, xlor, brom, yod istiqaməti oksidaşçilik azalırdı. Əgər artma sırası deyirsə Z, Y, X. Z, Y nə olmalıdır? X. Artma sırası deyirsə Z, Y, X. İndi bunlardan hansı olur olsun fərqi yoxdur. Z, Y, X. Z, Y, X cavab verməlidir. 77. 77. Kalium floridi əridici elektrozuna alınmış kütləton qazı sudan mənada buraxdıqda neçə hidrogen qazı? Ay uşaqlar, birincisi kalium florid suda ərintisini elektroliz eləyəndə, kalium floridin ərintisini elektroliz eləyəndə, katodda kalium alınır, anodda da flor alınır. Yəni qaz deyirsə, burada söhbət flor qazından gedir. Flor qazını da biz su ilə salanda bizdə alınırdı H flor və oksigen. Burada mavi alov müşahidə olunurdu. Nə müşahidə olunurdu? Mavi alov. Bu da deyir ki, aldığım 44.8 litr. Zaten bu neçə litr girir? 44.8 litr girir. Neçə litr oksigen çıxır?
22 onda 4 litr oksigen çıxır. Cavab verirəm. Elə cavab elə budur. Heç bir əlavə iş görməyə ehtiyac qalmadı. Sadəcə əritə ehtiyacına alınan qaz məlumdur, kalium qaz deyil, flördür də qaz. Flör qazı su ilə girəndə nə qədər oksigen çıxarır? Normalda da zaten bu 2 mol girir. Yəni bütün 18 litr normal şəraitdə. Bu reaksiya özdə mavi alov müşahidə olunması ilə baş verir. Sonra 79. neçə? 79. Baxaq 79-a. Deməli deyir ki, hansı mərhələ doğrudur? Deyir ki, xlor flörü çıxarıb, yanlış. Brom xloru çıxarıb, yanlış. Yod bromu çıxarıb, yanlış. Xlor yodu çıxarıb, doğru. Yod xloru çıxarıb, yanlış. Burada doğru olan yalnız 4-dür. O sıranı bir listə çıxarması lazım. Flör, xlor, brom, yod. Çox rahat bir sualdır. Bu kim soruşur? Allah köməyiniz olsun. Deyəsən kimsə rəqəm atıb ha. 83. Mənim 83-dən birincini, üçüncü reaksiya bilməmişəm deyə ana sayəsində qalmışam. Deməli, kalium permanganat parçalananda bayaq oksigen alınmasıdır. 3'ü verir. Üstəmən cavab çıxır. Flör su ilə girəndə H flörlə O2 verir, 4'ü verir. Xlor kalium OH-la adi şəraitdə girəndə 5'i verir. Amma burada bir məsələ var. Qızdırmıyıb da bura, T yazmıyıb. Çünki burada bax fikir ver T yazır. Əgər lazım olsaydı yazardı. Yazmıyıbsa adi şəraitdə o zaman 5-incisi gedir. Manqan xlorla girəndə də bu da Mənim hatta alması arasında qalmışdı. Yine üçüncü reaksiyaya bilmədim. niyə bilmirsən, vermişik də bunlar. Birinci verməmişsiniz. Üçüncü Birinci yoxdur, o verməmişəm də, budur da, altdakidir. Mənim indi də İndi dedim, yoxdur, nəzəriyyədə. yoxdur. Qələfə elə səhv edirsən. Bax, qiyaslarına bax, burada var. İcazə ver, mən göstərim sənə. Mən o aşkol reaksiyasını. Bax, burada. O deməm ki, mən Rızasın deyirsən. kalimanqanı öldürdüm. Oksigen olur, oksigen bəsi olur. Oksigenden de o da oksigen bölməsində. Burada nə olsun ki? Göstərim istəyirsən. Oksigen, müxtəlif oksigen birləşmədən parçalanması alınırdı. Manqalı təsirində manqalı. Bu manqalı təsir olmurdu, amma bu var idi. Sizə göstərim. Görmək istəyirsən? Yox. Yox. Elə bu açıldı ki. Bir diferensiyadır. Gördün hə? Hansı hissəsində təsvir edilir? Alınması da laboratoriyada alınması. Başa düşdün? Bəli. Ha, sonra 93. 93. Evet. Baxaq. Yarısı burada, yarısı orada olan suallardan xoşum gəlmir də. Nasıl sıralama? Diğer yandan Yaxşı. Görək. Hə, XYZ elementləri 7A qrupunda yerləşir. Yəni, bir sözlə flör, xlor, brom, yod, bunlardan biridir də. Flör, xlor, brom, yod. Bunlardan 7A-da yerləşir. Əla. C var ya. İyonlaşma enerjisi ən az olan Z-dir. O zaman Z yoxdur. Nədir? Y-in elektron mənfili X-dən kiçik, T-dən isə böyükdür. X-dən kiçik, T-dən böyük. O zaman X-dən kiçik, T-dən böyük budur da. Bu X-dir. Y-də budur. T-dən böyükdür, T-də budur. Sonuncuya heç ehtiyac qalmadı ki. Ehtiyac yoxdur. Sonra. 97. Bizdən orada nə istəmişdi? Aşağı doğru. Sıralamanı. Sonuncu bilgi bizə lazım olmadı. Sonra neçə istəyirsən? 97. 97. Görək 97-də nə deyir? Deyir ki, halogendir, nisbi atom kütləsi budur, iyonlaşma enerjisi haqqında məlumat verildi. Bunlar da belədir, flör, xlor, brom, yod. Yuxarıdan aşağı iyonlaşma enerjisi nə artır? İyonlaşma enerjisi nə artır? İyonlaşma enerjisi nə olur? Artır. Eləmi? İyonlaşma enerjisi artır. Bəs nisbi atom kütləsi? Hə? Ayır necə? O da artır, hə? Hər ikisi artır, düzdürmü? Elədir? Yəni ayrı böyük olanın iyonlaşma enerjisi də Artır. İyonlaşma enerjisi azalır. Yəni azalır yuxarıdan aşağı. Ayır artır, iyonlaşma enerjisi azalır. Niyə ki? Çünki sən bundan elektron rahat alırsan, yoxsa yoddan. Bu elektron verəndir ki, alandır. Elektron mənfili iyonlaşma enerjisi və elektron əhəlisi yuxarıdan aşağı azalır.
Azalır. Flördən Deməli o daha- zaman ayrı böyük olanın iyonlaşma enerjisi kiçik olmalıdır. Şimdi burada ayır x-də böyükdə, y-dən. X-də böyüksə o zaman bu y1 y2-dən kiçik olmalıdır. Bu doğru. Evet, Böyük oldu, bu tərs verir. Tərs. Gələk ayır x böyükdür, ayır Bərabər y-dən. ola bilməz. Bərabər ola bilməz. O da beraber. X, y-in əgər ayrı böyüksə iyonlaşma enerjisi kiçik olmalıdır. Bərabər verib yalandır. Y-in ayrı böyüksə iyonlaşma enerjisi kiçik olmalıdır. Bu tərsin olmalıdır. 99 aklımızda. 99. O da eyni. Deyir ki, qələvi metallar. Qələvi metallar lityum, natrium, kalium, lityum, natrium, kalium, rubidium, cesium, francium. Söhbət bunlardan gedir də, hə? Lityum, natrium, kalium, rubidium, cesium. Bunlardan söhbət gedir. Bunları bərabər kütlədə götürüb. Necə götürübdür? Amma bu 7-dir, bu 23-dür. Kütlə yuxarı yazılır. Bu 7-dir, bu 23-dür, bu 39. Yəni yuxarıdan aşağı artır da bunlar. Əgər sən bunları bərabər kütlədə götürsən, kimin molu çox olar? Lityumun molu çox olar. Natrium yoxsa kalium mu? Lityumun molu çox olar, elə. Qələmi metal reaksiyasında olan bromdur. Bunların istənilən biri, hər hansı biri. Yəni metal plus brom 2 yazsan, bunlar belə girirlər. Metal brom almış, o belə. Yəni bir sözlə bunların reaksiyası belədir. Bir sual verirəm. Kimin molu çox, daha çox brom lazım deyil ona? Burada da deyir ki, N3 böyükdür. Bu daha çox brom tələb edir. O zaman buna lityum kimi baxaq. N3 böyükdür N2-dən. Buna bir natrium kimi baxaq. Buna da bir kalium kimi baxaq. Elədir? Sonra deyir ki, bu metalların radiusları müqayisə edir. Şunlar yuxarıdan aşağı radius nə olur? Artmırdı. Radiusdan söhbət gedirsə bu Z-dir. Bu Y-dir. Bu da nədir? Deyək X-dir də. Əgər radiusları müqayisə R1, R2, R3 deyib də, gözlə X-ə nə deyib? R1. Deməli R1, bu R1-dir. Y-ə nə deyib? R2, hə? Buna da R3 deyib. O zaman R1 böyükdür. R2-dən, o da böyükdür. R3-dən. Başa düşdünüz məntiqi? 100%. Əzəm. Vüqar, aydındır. Başqa sualınız var burada? Yoxdur. Sağ olun. Gələn dərsdə görüşənə qədər.